Yanvarın 19-da Azərbaycan Milli Elmlər Akademiyasının rəisət heyətinin növbəti iclası keçirilib. Əvvəlcə Amyanın Humanitar Elmlər bölməsinin, Amyanın Naxçıvan bölməsinin və Amyan Mərkəzi Elmi Kitabxanasının 2025-ci il ərzində əldə etdiyi nailiyyətləri, nəşr olunan elmi əsər və kitabları əks etdirən sərgiyə baxış olub. Bu nədir? İclasa giriş sözü ilə açan akademik İsa Həbibbəyli tədbirin gündəliyi barədə məlumat verib. Akademik İsa Həbibbəyli qeyd edib ki, bölmələrin daxili hesabatlarından fərqli olaraq rəisət heyətinin iclaslarında təqdim olunan hesabatlar əvvəlcədən müzakirə olunaraq daha da təkmilləşdirilir. Bu mərhələdə faktların və rəqəmlərin daha geniş şəkildə təqdim olunması xüsusi önəm daşıyır. Daha sonra akademik İsa Həbibbəyli Amyanın Naxçıvan bölməsinin sədri akademik İsmail Hacıyevi 75 illik yubileyi münasibətilə təbrik edib və alimə Amyanın rəisət heyətinin fəxri fərmanını təqdim edib. Sonra Humanitar Elmlər bölməsinin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Arzu Məmmədxanlı bölmənin hesabatını təqdim edib. Bildirib ki, Prezident İlham Əliyevin 2025-ci ilin Azərbaycan Respublikasında Konstitusiya və suverenlik ili elan olunması haqqında, Amyanın 80 illik yubileyinin keçirilməsi haqqında, 1-ci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında, Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında, Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında, Seyid Əzim Şirvaninin 190 illik yubileyinin qeyd edilməsi haqqında, Azərbaycan Milli Mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında, Fikrət Qocanın 90 illiyinin qeyd edilməsi haqqında, Yusif Səmədoğlu'nun 90 illiyinin qeyd edilməsi haqqında sərəncamlarına əsasən bölmədə həyata keçirilmiş tədbirləri diqqətə çatdırıb. Qeyd edib ki, hesabat ilində Humanitar Elmlər bölməsinin 5 iclası və 2 ümumi yığıncağı keçirilib. İclaslarda 139 məsələyə baxılıb, 2025-ci ildə bölmə müəssisələrində 6 elmi istiqamət üzrə 34 problemi əhatə edən 72 mövzu, 483 elmi tədqiqat işi yerinə yetirilib. 72 mövzunun 35-i, 483 işin 319-u tamamlanıb. Bildirilib ki, 2025-ci ildə elmi tədqiqat müəssisələrində 180 kitab, 95 monoqrafiya, 2155 məqalə və tezis çap olunub. Akademik İsmail Hacıyev isə qeyd edib ki, 2025-ci ildə Amyanın Naxçıvan bölməsində 3 elmi istiqamət üzrə 3 problem çərçivəsində 17 elmi iş üzrə 36 mərhələdə tədqiqatlar aparılıb və tədqiqatların nəticəsində 6 mühüm elmi nəticə əldə olunub. Hesabatda arxeologiya, tarix, dilçilik, folklorşünaslıq və mədəniyyətşünaslıq sahələrində aparılan araşdırmaların əsas nəticələri ümumiləşdirilərək təqdim edilib. Əldə olunan nəticələrin elmi əhəmiyyəti və praktik dəyəri diqqətə çatdırılıb. Bildirilib ki, hesabat dövründə bölmənin elmi məsələlərinin əməkdaşlar tərəfindən 9 monoqrafiya, 13 kitab, 288 elmi məqalə və konfrans materialları nəşr olunub. Bu nəşrlərin bir qismi xarici ölkələrdə dərc edilib. Tədbirdə Mərkəzi Elmi Kitabxananın 2025-ci il üzrə elmi və elmi təşkilatı fəaliyyəti haqqında hesabatı Mərkəzi Elmi Kitabxananın direktoru, texnik elmlər doktoru Hüseyn Hüseynov təqdim edib. Məruzəçi bildirib ki, Prezident İlham Əliyevin müvafiq sərəncamlarının icrası çərçivəsində 2025-ci ildə Konstitusiya və suverenlik ili ilə əlaqədar Mərkəzi Elmi Kitabxana tərəfindən bir sıra məqsədyönlü tədbirlər həyata keçirilib. Mövzuya dair biblioqrafik göstərici nəşr olunub. Virtual və ənənəvi sərgilər, eləcə də lektoriyalar təşkil edilib. Eyni zamanda Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında sərəncama uyğun olaraq Amyanın 80 illik yubileyi münasibətilə Mərkəzi Elmi Kitabxanada silsilə tədbirlər keçirilib. Amya 80 elmi irs və inkişaf adlı sərgilər təşkil olunub. Ensiklopedik materiallar elmi baxımdan yenidən işlənib. İclasda təqdim olunan hesabatlar ətrafında elmi nəticələrlə bağlı fikirlər səsləndirilib. Leyli Naymi qızı Ziya Xudiyev, Fərid Həşimov, Elm TV.